Salam dəyərli izləyicilər, DİM-in ikinci qruplar üçün hazırladığı 20 sınaq kitabçasından 18-ci ümumi sınağın testlərinin izahını sizlərə təqdim edəcəm. Bu cür videoların davamının gəlməsi üçün mənə dəstək ola bilərsiniz, kanalıma abunə ola bilərsiniz, bəyənib, şərh yazıb paylaşa bilərsiniz. Başlayaq birinci sualdan. Xəritədə ştrixlənmiş rayonlara aiddir. Deməli, bu rayonlar baxırıq, Xaçmazdır burada. Bu tərəfdə isə Qazax rayonları verilibdir. Ən qədim Alban məbədləri tikilmişdir, heç birinə aid deyil. Roma qoşunlarının Azərbaycandan keçməsi ilə bağlı abidə tapılmışdır. O, Qobustan rayonu, Bakının Qobustan qəsəbəsinə bu tərəfə aid olacaq. Daş dövründə aid Azıq və Tağlar mağaraları yerləşir. Azıq Tağlar bu Qarabağ bölgəsinə, bu bölgəyə aid olacaq. Erkən Tunc dövrünə aid abidələr tapılmışdır. Erkən Tunc dövrünə aid abidələr bu ibadət evləridir. Xaçmazda Sərkərtəpə, Qazaxda Baba Dərviş, Naxçıvanda da Kültəpə tapılmışdır. Deməli, doğru cavab elə bu olacaq. Yunan yazısı olan məzar daşı aşkar olunmuşdur. Yunan yazısı Şəkidə tapılmışdır. Bu da Şəkidə göstərdiyim ərazidir. Keçək, cavab burada D oldu. Keçək ikinci suala, növbəti sual. Qaraqoyunlu Cahanşah və Şirvanşah 1-ci Xəlilullahın hakimiyyət dövrü üçün ümumi cəhət. Yeni sülalənin əsasının qoyulması heç bir yeni sülalənin əsasını qoymayıbdır. Vəqf torpaq sahibliyinin yaradılması, vəqf torpaqlar xilafətin meydana gəlməsi ilə dini idarələrə məxsus torpaqlar idi, meydana gəlmişdi. Səfəvi qoşunlarının məğlub edilməsi, Səfəvi deyir, dövlət demir, yəni Ərdəbil hakimliyini də nəzərdə tutur. Baxırıq, hər ikisi də bəli, birlikdə Səfəvlərlə mübarizə aparmışdı. Bu hadisə 1460-cı ildə Samur çayı sahilində döyüş olacaq, Samur döyüşü. Qaraqoyunlu Cahanşahla Şirvanşah 1-ci Xəlilullahın birləşmiş qüvvələri Səfəvi hakimi, Ərdəbil hakimi Şeyx Cüneydin qoşunlarını məğlub edib, özünü də bu döyüşdə öldürmüşdülər. Doğru cavab C bəndi olacaq. Teymurilərlə müharibə aparılmaması. Birinci Xəlilullah Teymurilərlə müharibə aparmayıbdı, müttəfiq olurdu. Ancaq Qaraqoyunlu Cahanşah isə müharibə aparmışdır. Hərbi islahatların keçirilməsi bu təkcə Cahanşaha aiddir, Xəlilullahda yoxdur. Qədim Makedoniya və qədim Roma dövlətlərinə aid ümumi cəhət. Eradan əvvəl 4-cü əsrdə Yunanistan ərazisini işğal etmələri. Deməli, bu qədim Makedoniyaya aid olacaq, amma qədim Roma dövləti Yunanistanı eradan əvvəl 2-ci əsrdə tutmuşdu. 140, dəqiq iri də 146-dır. Eradan əvvəl 4-cü əsrdə imperiyaya çevrilmələri. Makedoniya deyə bilərik, 4-cü əsrdə imperiyaya çevrilməsi, ancaq Roma ilə bağlı biz bunu deyə bilməyəcəyik. Çünki Romanın imperiyaya çevrilməsi eradan əvvəl 27-ci ildir ki, bu da 1-ci əsrə düşəcək. Kiçik Asiya və Misiri işğal etmələri. Bəli. Makedoniya, Kiçik Asiya və Misiri 4-cü əsrdə, eradan əvvəl 4-cü əsrdə işğal eləmişdi. 334-də Qranik, sonra da İs döyüşlərində demək olar ki, Kiçik Asiyanı, Misiri isə eradan əvvəl 30-cu ildə, 332-ci ildə işğal eləmişdi. Deməli, eradan əvvəl 334-dən 332-yə qədər Makedoniyalı İskəndər Kiçik Asiya və Misirini işğal etmişdi. Qədim Romanın Misiri işğal etməsi, Kiçik Asiya və Misiri işğal etməsi. Deməli, 2-ci əsrdən başlayır Kiçik Asiyanın işğalı. Daha sonra Misiri isə işğal edibdi eradan əvvəl
30-cu ildə. Yəni hər ikisinə də aid götürəcəyik. Afrikada Karfagenlə müharibələr aparmaları. Karfagenlə müharibə aparıb Roma və ona da son qoyubdu eradan əvvəl 146-cı ildə. 264-də başlayır müharibə, 146-da eradan əvvəl başa çatmışdı. Amma artıq Makedoniya Karfagenlə müharibə aparmamışdı. Ona görə də bu ümumi cəhət deyil. Aralıq dənizin qərb sahillərində işğallar həyata keçirmələri. Bu da təkcə Romaya aid olacaq. Qərb sahilləri deyir. Karfagenlə müharibə də buna görə baş vermişdi. Siciliya uğrunda və digər ərazilər uğrunda. Makedoniya isə belə bir şey olmayıbdı. Cavab C. Növbəti 4-cü sual. Şimali və Cənubi Azərbaycan tarixində 19-cu əsrin birinci yarısına dair oxşar cəhət. Şimali və Cənubi Azərbaycan tarixində 19-cu əsrin birinci yarısı, yəni 1801-1850. Xanlıqların meydana gəlməsi dedik 1747-dədir ümumi olaraq. Bunu çıxırıq. Ərazilərinə İngilis qoşunlarının daxil olması. Bu dövrdə İngilis qoşunları daxil olmamışdı heç birinin ərazisinin, nə Şimali Azərbaycan, nə Cənubi Azərbaycan. Rus qoşunları daxil olmuşdu. Bunu çıxırıq. Osmanlı dövlətinin hücumuna məruz qalması. 1800-cü illərdə Şimali Azərbaycan, heç orada da Ruslarla Qafqazda müharibə gedir. Gümrü döyüşü 1806-12-ci, sonra da 28-29-cu ildə. Orada Osmanlı dövlətinin hücumu Azərbaycana olmayıbdı. Cənubi Azərbaycana da heç olmayıbdı. Rus qoşunlarının işğalına məruz qalması bayaq qeyd elədik. Bəli, bu olubdu. Yəni Şimali və Cənubi Azərbaycan. Şimali Azərbaycana 1800 Rus qoşunları daxil olur deməli. Bunu belə eləyək. 1801-dən Şimali Azərbaycan işğalına başlayır. 1828-ci ilə qədər bu işğal davam edir. Cənubi Azərbaycan isə 1827-də işğal edilir. Bəzi torpaqlar, böyük bir hissəsi demək olar ki, işğal edilmişdi Cənubi Azərbaycanın. Daha sonra isə Türkmənçay müqaviləsi bağlanır və Cənubi Azərbaycanı tərk edirlər. Milli Azadlıq Hərəkatının başlanması 19-cu əsrin ikinci yarısına aid olur. 1875-dən başlayır. 1875 birinci mərhələ başlamış olur. Uyğunluğu müəyyən edin. Birinci Qarabağ müharibəsi. Bunu biraz yuxarı alaq. Birinci Qarabağ müharibəsi, ikinci Qarabağ müharibəsi, 2023-cü il lokal antiterror əməliyyatı. Daşaltı əməliyyatında Azərbaycan ordusunun qələbə qazanması bu ikinci Qarabağ müharibəsindədir. Əgər məğlub olması yazsaydı birinciyə aid olacaqdı. Xankəndinin azad edilməsi bu 2023-ə aiddir antiterrora. Şuşanın azad edilməsi bu da ikinci Qarabağ müharibəsindədir. Xocalı faciəsinin baş verməsi 1992-ci ilin fevralında olubdur. Birinci Qarabağ müharibəsi. Horadiz qəsəbəsinin azad edilməsi isə 1994-cü ilin əvvəllərində. Bu da birinci Qarabağ müharibəsinə aid olacaq. D, Y, A, S, B. C bəndə olacaq cavab. Demokratik vətənpərvər ziyalı. Birinci Dövlət Dumasında deputat olmuşdur. Birinci Dövlət Dumasında əsas başlıca deputatlar Əlmərdan bəy Topçubaşov olub, İsmail xan Ziyadxanlı, digərləri də var idi, Məhəmməd Tağı Əliyev və digərləri. Baxaq görək, söhbət kimdən gedir? İkinci Dövlət Dumasında deputat olmuşdur. Yəni 1 ilə 2-də eyni adam olmayıbdı. 2 ilə 3-də eyni adam olubdur, Xəlil bəy Xasməmmədov. Amma 1 ilə 2-də eyni adamlar olmayıb. Vyborg bəyannaməsini imzalamışdır. Əlmərdan bəy Topçubaşovla İsmail
Xan Ziyad xanlıdır. İkisindən biri olacaq. Bunu götürə bilərik. Azərbaycan Xalq Cümhuriyyətində Milli Şuranın sədri olmuşdu. Bu Məhəmməd Əmin Rəsulzadə, o da 1-ci Dövlət Dumasında olmayıb. Azərbaycan Xalq Cümhuriyyətində parlamentin sədri olmuşdu. Aha. Burada artıq ortaya çıxır ki, söhbət Əlmərdan bəy Topçubaşovdan gedir. Azərbaycan Xalq Cümhuriyyətinin ilk hökumətinin başçısı Fətəli xan Xoyski idi. Bu da 2-ci Dövlət Dumasında Rusiyada iştirak eləmişdi. Bir də olmayıbdı. Deməli, doğru cavab B bəndi. Şah 1-ci İsmail'dən fərqli olaraq Şah 1-ci Təhmasib. Burada olmasın, burada olsun. Şeybanilərlə müharibə aparmışdı. Şeybanilərlə müharibənin aparılması hər ikisinə də aiddir. Şah 1-ci İsmail 1510-da, Təhmasib də 1534-də müharibələr aparmışdı. Osmanlı qoşunlarını məğlub etmişdir. Şah 1-ci İsmail Saldıran döyüşündə məğlub olur. Ondan sonraki əməliyyatlarda da məğlub olmuşdur. Şah Təhmasib isə 1-ci Təhmasib Osmanlı qoşunlarını məğlub etmişdi. Bəli, misal üçün Buğurt qalası döyüşü 1554-cü ildə məğlub etmişdi burada. Deməli, bu fərqli olaraq götürə bilərik. Ağqoyunlu qüvvələri ilə mübarizə aparmışdır. İsmail mübarizə aparıbdı, son qoyubdu 1501-1503-cü illərdə Şərur və Almabulağı döyüşündə. Təhmasibdə isə artıq Ağqoyunlu qüvvələri qalmamışdır. Burada əksi verilib. Təbrizi Osmanlılardan geri almışdır. Təbrizi Osmanlılardan geri almışdır. Hər ikisində də olubdu. Təbrizi Osmanlılar tuturlar, sonra isə geri ala bilmişdilər. Yəni müvəqqəti qalırlar, çox qalmırlar burada Osmanlılar. Buğurt döyüşündə Osmanlılara məğlub olmuşdur. Məğlub bu yanlışdır. Ümumiyyətlə Buğurt döyüşündə qalib gəlmişdilər. O da bayaq qeyd etdim 1554-cü ildə Təhmasibin dövründən düşür. Ulu icma qəbilə icması. Oturaq həyata keçibdi. Bu təkcə qəbilə icmasında Neolit dövründə baş vermişdir. Qeyri-mütəşəkkil insan kollektivi olması qeyri-mütəşəkkil ulu icma idi. Sosial bərabərliyin mövcud olması. Hər iki dövrdə də sosial bərabərlik olmuşdu. Yəni insanların varlı kasıb təbəqələrə hələ parçalanmamışdılar. Çünki əmlak, mülk yox idi. Daş alətlərdən istifadə edilməsi, hər ikisi daş dövründə mövcud olub və daş alətlərdən istifadə ediblər. Deməli, ikisinə də aiddir. İstehsalın mövcud olması. Ulu icma üst paleolit dövründə artıq qəbilə ilə əvəzlənir, qəbilə icması meydana gəlir. İstehsalın yaranması mezolitdən götürülür. Deməli, bu təkcə qəbilə icmasına aiddir. B, A, Y, S, D. Cavab C bəndi. Xəritədə ulduzla işarələnmiş dövlətlərin 18-ci əsr tarixinə aid oxşar cəhətləri müəyyən edin. 18-ci əsrdə bura indiki Türkiyə, o vaxtki Osmanlı torpaqlarıdır. Burada İngiltərəyə aiddir. Böyük Britaniyada deyə bilərik 1707-ci ildən sonra. Səfəvi dövləti ilə sülh müqaviləsi imzalamışdır. 18-ci əsrdə. Osmanlı dövləti imzalayıbdı 1732 Kirmanşah, 1733 Bağdad, düzdür, Bağdad müqaviləsini tanımamışlar, amma var, yəni müqavilə var. Böyük Britaniyanın isə İngiltərənin 18-ci əsrdə yox, 17-ci əsrdə müqaviləsi olubdu. Hansı müqavilə idi? 1621-ci ildə əbədi dostluq müqaviləsi. Yəni bu sülh müqaviləsi deyildi də. Aralarında müharibə olmamışdı. Ümumiyyətlə, yəni bu səhvdir.
Rusiya ilə müharibədə məğlub olmuşdur. Osmanlı 18-ci əsrdə məğlub olubdur. Hansı? 1768, 1774, 1787, 1791 yassı kiçik qaynarca müqavilələri. Amma ingilislər 18-ci əsrdə ruslara məğlub olması ilə bağlı bir faktı mən xatırlamıram dərsliklərdə. Afrikanın şimalında geniş mülklərə sahib olmuşdur. Afrikanın şimalında geniş mülklərə sahib olub, həmin dövrdə Osmanlı, amma Böyük Britaniya yox. Fransa ilə müharibə aparmışdır. Baxaq, Osmanlı dövləti Fransa ilə müharibə aparıb, 1798-ci ildə Napolyon Bonaparte Osmanlı mülkü olan Misirə qoşun yeridir. Yəni buradan gəlir, burada Misirə girir. Misir bu ərazilərə düşür, hardasa belə. Və Fransa ilə müharibə aparır. Suriyada düzdür, sonradan məğlub olur, Napolyon geri çəkilir. Böyük Britaniyada, İngiltərədə 18-ci əsrdə Fransa ilə müharibələr aparıbdır. Hansı müharibə? Misal üçün 1756-63-cü illərdə 7 illik müharibəni misal olaraq göstərə bilərik. Doğru cavab D olacaq. Müstəmləkə işğallarına başlamışdır. Osmanlıda müstəmləkə işğalları başlamayıbdır bu dövrdə. Fransada, İngiltərədə isə ondan əvvəl hələ 16-cı əsrdə artıq müstəmləkə işğallarına başlamışdır. Demək, bu da səhvdir. Doğru cavab D bəndi götürəcəyik. 10-cu suala baxaq. Rekonkista hərəkatının nəticəsidir. Bu hərəkat haqqında qeyd edək. 11-ci əsrdə başlayıb 15-ci əsrə qədər davam etmişdir. Rekonkista hərəkatı müsəlmanların Piriney yarımadasına, indiki İspaniya və Fələstin, İspaniya və Portuqaliya torpaqlarından qovulmasını nəzərdə tutur. Rekonkista hərəkatı. Müsəlmanlar Balkan yarımadasına sahib oldular. Xeyr. Apenin yarımadasında vahid dövlət yaradıldı. Xeyr. Katolik kilsəsi parçalandı, əlaqəsi yoxdur. Bu 1054-də olubdur, onu da qeyd edim. Müsəlmanlar Piriney yarımadasından çıxarıldılar. Bəli, Piriney yarımadasından qeyd etdik, çıxarılırlar. Sonuncu 1492-ci ildə Granada əmirliyinin süqutu ilə bunu qeyd edə bilərik. Kordova xilafəti süqut etdi. Rekonkista hərəkatının nəticəsi. Kordova xilafətinin süqutu, yəni 11-ci əsrdə bu Kordova xilafəti parçalanmışdı 11-ci əsrdə. Bu rekonkista hərəkatının gedişində idi, yəni nəticəsi deyildi. Doğru cavab D bəndi olacaq. Göytürklər İstəmi xanın Yabqu olduğu dövrdə Bizans üzərinə uğurlu yürüşlər etmişlər. Bəli, İstəmi xan Bizansla yürüşlər edir. Daha sonra isə Sasanilərə qarşı Bizansla birləşir. Sasaniləri məğlub etmişlər. Bunu da doğru götürə bilərik. Yeni dövlət yaratmışlar. İstəmi xan yeni bir dövlət, Yabqu olduğu dövrdə yeni bir dövlət yaranmamışdı. Birinci Göytürk dövləti var idi artıq. Axund dövlətinə son qoymuşdular. 567-ci ildə Göytürklərlə Sasanilər birləşib son qoyurlar. Sonra Sasaniləri də məğlub edib Soqdiyananı ələ keçirmişdi İstəmi xan. Paytaxtı Ötükənə köçürmüşlər. Yəni dövlət qurulanda paytaxt Ötükən idi. 1, 2, 4 cavab D bəndi olacaq. Birinci Qarabağ müharibəsi dövründə Azərbaycan ordusunun həyata keçirdiyi uğurlu hərbi əməliyyatları müəyyən edin. Daşaltı əməliyyatı 1992-ci ilin əvvəllərində olmuşdu, uğursuzluqla nəticələnmişdi. Murovdağ əməliyyatı da 93 dekabrda başlayır bu əməliyyat. Adətən kitablarda 1994-ün fevralına qədər davam edir. Fevralda uğursuzluqla nəticələnmişdi.
Horadiz əməliyyatı 1994-cü ilin əvvəlləridir. Bu uğurludur. Ağdərə əməliyyatı 1992-ci ilin yayında olmuşdur. Bu da uğurlu olmuşdur. Şuşa əməliyyatı, yəni Şuşa əməliyyatı deyəndə Şuşanın mühasirədən çıxarmaqdan ötürü Daşaltı əməliyyatı olubdur. Şuşa üçün xüsusi bir əməliyyat verilməyib dərsliklərdə. Cavab 3-4 B bəndi. Hülaki hökmdarı Qazan xanın həyata keçirdiyi islahatların uyğunluğunu müəyyən edin. Qazan xanın həyata keçirdiyi islahatların uyğunluğu. Qopçur vergisi ləğv olunur, vergi islahatı. Vergi islahatı yox, bu dini islahatdan sonra tədricən ləğv olunur. Yəni Qazan xanın birbaşa dini islahatı ilə yox, daha sonraki dövrdə ləğv olmuşdur. Aid deyil. İslam dini Azərbaycanda ilk dəfə rəsmi din oldu. Din islahatı. İlk dəfə deyil. İlk dəfə ərəblər özləri gətirmişdi bu dini. 7-ci əsrdə Azərbaycanda artıq ərəblərin bu əraziləri fəth etməsi ilə İslam dini də rəsmi dövlət dininə çevrilmişdi ərəb xilafətinin tərkibində. Alqı-satqı işləri qaydaya salındı, məhkəmə islahatı. Bu sualları artıq çox işlədirlər, çox verirlər. Çaşdırıcı biraz sual kimi görsənir. Çünki alqı-satqı işləri deyəndə ticarət islahatı gəlir adətən şagirdlərin yadına. Amma söhbət qaydaya salınma ilə bağlı, qayda-qanun yaradılması məhkəmə islahatına götürüləcək. Burada uyğunluq gözlənilibdir. Vilayət hakimlərinin vergi toplaması qadağan olundu. Torpaq islahatı. Torpaq yox, bu vergi islahatına aiddir. Adından da göründüyü kimi. Yollarda yamlar yaradılmalı idi. Ticarət yox, rabitə olmalı idi. Çünki yamlar rabitə məntəqələri idi. 13 keçək indi 14-də. İkinci Dünya Müharibəsi gedişində 39-cu ilə aid olan hadisələri müəyyən edin. Sovet qoşunlarının Polşaya daxil olması sentyabrda olubdur. Almanlar daxil olurlar sentyabrın 1-də, ardınca da SSR, Sovet qoşunları daxil olubdur. Bəli, bu 39-cu ildə müharibənin elə başlanması ilə. Fransanın təslim olması. Fransa təslim, İkinci Dünya Müharibəsində Fransa təslim olub 1940-cı ildə. Yəni bunu götürmürük. Dünkerk möcüzəsinin baş verməsi, bu da 1940-cı ildir. Almanlar İngilis-Fransız qoşunlarını sıxışdırırlar, ancaq qəti hücuma keçib onları məhv etmirlər. Qış müharibəsinin başlanması 1939-dur. Qış müharibəsi 39-cu ilin noyabrında başlayır Sovetlərin Finlandiyaya müharibəsi ilə, yürüyüşü ilə. Bəli, bunu götürəcəyik. Molotov-Ribbentrop paktının imzalanması. Bu 1939-cu ilin avqust ayıdır. Bu dövrdə avqust ayında hələ müharibə başlamamışdı. Sentyabrın 1-də 2-ci Dünya Müharibəsi başlayır. Bunu da götürmürük. 1-4 doğru cavab olacaq A bəndi. Azərbaycan Xalq Cümhuriyyətinin sosial-iqtisadi tədbirlərinə aiddir. Deməli, yenə də sosial-iqtisadi tədbirləri seçməliyik. Dövlət Bankının yaradılması. Bu 1919-cu ildir. 19-cu sentyabrında sosial-iqtisadi tədbirlərə aiddir. Neft sənayesi müəssisələrinin milliləşdirilməsi. Milliləşdirilmə ilə bağlı AXC dövründə yalnız məktəblər olubdur. Yəni neft sənayesi əksinə bu Bakı XKS-nin milliləşdirdiyi sahə idi və keçmiş sahiblərinə qaytarılır 1918-ci il 5 oktyabrda. Aqrar islahatın həyata keçirilməsi. Aqrar islahat həyata keçirilə bilmir aprel işğalına görə. Sovet Rusiyası ilə ticarət müqaviləsinin imzalanması. Sovet Rusiyası, Rusiya Azərbaycanla bu dövrdə AXC ilə heç cür yaxınlıq göstərmir və o Azərbaycan işğalı ilə bağlı planlar qururdu. Azad ticarətə icazə verilmişdir. Bəli, verilmişdir. Cavab 1, 5.
16-cı sual. Səlcuq və Monqol yürüşləri ərəfəsində Azərbaycandakı vəziyyətə dair ümumi cəhətləri müəyyən edin. Ərəfəni bir də qeyd edək. Ərəfə bu hadisə baş verməmişdən az əvvəlki olan vəziyyəti nəzərdə tutur, zamanı nəzərdə tutur. Səlcuq və Monqol yürüşləri ərəfəsini soruşur. Feodal dağınıqlığının mövcud olması. Feodal dağınıqlığı o deməkdir ki, ölkə ərazisində vahid feodal dövləti yoxdur. Ayrı-ayrı feodal sahibləri, kiçik ərazi sahibləri bir-birləri ilə müharibə aparırdılar. Daxili çəkişmələr mövcud idi. Baxırıq, Səlcuqların yürüşü zamanında Azərbaycanda vahid dövlət yox idi. Bir tərəfdə Şirvanşahlar, Şəddadilər, Rəvvadilər bir-birləri ilə mübarizə aparırdılar və onların da daxilində feodal dağınıqlıq mövcud idi. Yəni bu Səlcuqlarda var. Monqolların yürüşü ərəfəsində isə Azərbaycan yenə Şirvanşahlar, Eldənizlər, Əhər hakimliyi kimi xırda, Eldənizlər düzdür, xırda deyil də, amma daxildə çəkişmələr var idi. Həmin dövlətin özü də feodal dağınıqlığına məhkum olmuşdu. Yəni hər ikisinə də aiddir. Atabəylər dövlətinin tənəzzül dövrünü yaşaması bu təkcə Monqollara aiddir. Səlcuqların dövründə hələ Atabəylər dövləti, Səlcuqların yürüşü ərəfəsində hələ Atabəylər dövləti yaranmamışdı. Zəifləməsi nəticəsində yaranır. Şirvanşahlar dövlətinin mövcud olması bayaq qeyd etdiyi hər ikisində də var idi. Şəddadilərin paytaxtının Gəncə olması. Şəddadilər dövləti yaranıbdı 971-ci ildə və paytaxt da Gəncə olmuşdu. Yəni bu Səlcuqların yürüyüş ərəfəsində ola bilər, götürə bilərik. Gəncə olması. Gəncə 971-dən süqutuna qədər, yəni 1088-ci ilə qədərdir. Monqolların yürüşü isə Azərbaycan ilk yürüşü 1220-ci ildir. Yəni bu dövrdə artıq Şəddadilər yox idi. İqta torpaq sahibliyinin yaradılması. İqtanın yaradılması Ərəb xilafəti dövrünə aiddir. O da 7-ci əsri götürəcəyik. Səhv olur. Heç birinə aid deyil. 1-3 cavab C. Hadisə nəticə əlaqəsinin doğru verildiyi bəndi müəyyən edin. Osmanlıların Çirmən döyüşündə qalib gəlməsi 1371. Bizansın asılı vəziyyətə salınması. Bizans yox, olmalı idi Serbiya. Buna görə səhvdir. Ankara döyüşündə Osmanlıların məğlub olması 1402-ci ildə. 2-ci Bəyazidin əsir düşməsi 2 səhvdir, olmalı idi 1-ci əsr. Moxaç döyüşündə Osmanlıların qalib gəlməsi, yəni 1526-cı ildə 1-ci Süleyman Moldovanı yox, olmalı idi Macarıstanı tabe etməsi. 1-ci Səlimin Misiri tabe etməsi 1517. Məmlüklər dövlətinin süquta uğradılması doğrudur. Otluqbeli döyüşündə Osmanlıların qələbəsi 1473. Ağqoyunların süquta uğraması isə 1501. Sonra da 3-də qəti olaraq ikinci qolu da süquta uğramışdı. Yəni əlaqəsi yoxdur. Cavab D. 18-ə baxaq. Manna dövlətinə aid doğru fikri müəyyən edin. Urmiya gölü ətrafında eradan əvvəl 843-cü ildə yaranmışdı. Yaranmışdığını qəti olaraq deyə bilmərik. Dərslikdə yalnız yazılıb ki, 3-cü Salmanasarın Mixi yazılı kitabəsində ilk dəfə adı çəkilmişdi. Ona görə bu səhvdir. İranzu ölkəni Urartunun köməyi ilə vahid dövlətdə birləşdirmişdi. Urartunun köməyi ilə deyildi. Sarqonun, Assuriya dövlətinin köməkliyi ilə olmalı idi. İlk paytaxtı Qazaka şəhəri olmuşdur. Qazaka Atropatenanın paytaxtı olubdur. Mannanın paytaxtı İzirtu şəhəri olmuşdur. Dövlətin ilk hökmdarı İranzu səhvdir. Qaynaqlarda Udakinin adı çəkilir.
Midiyada Asurlara qarşı baş vermiş üsyana yardım etmişdi. Bu hadisə 673-672-ci illərdə Ahşeri güclənmişdi İskitlərin köçü nəticəsində və Midiyaya da dəstək verərək Kaştaritinin 672-ci ildə Midiyanı müstəqil etməsinə səbəb olmuşdu. Doğru cavab Y olacaq. Hadisə nəticə əlaqələrinin doğru verildiyi cavabı müəyyən edin. Almaniyanın Belçikaya qoşun yeritməsi, İngiltərənin 1-ci Dünya müharibəsinə qoşulması. Bəli, Almanlar Belçikaya qoşun yeritməklə İngiltərənin birbaşa müharibəyə qoşulmasına səbəb olmuşdur. Belə ki, Belçika İngiltərə və Almaniya arasında yerləşir və Belçikanın bir tərəf dövləti idi. Onun işğal edilməsi artıq ingilislərin qırmızı xəttinin keçilməsi demək idi. Bu biri götürəcəyik. 1914-cü il Marna döyüşünün baş verməsi, Alman qoşunlarının Parisə daxil olması. Birinci Dünya müharibəsində Almanlar Parisə yaxınlaşırlar, ancaq daxil ola bilmirlər. Yəni Parisə daxil olması səhvdir. Bu döyüşdə Almanların ildırım sürətli müharibə planı puça çıxır və mövqe müharibəsinə başlayırlar. Yaponiyanın 1-ci Dünya müharibəsinə daxil olması, Almanların Şərqi Asiyadakı mülklərini itirməsi. Bəli, Almanlar 1-ci Dünya müharibəsində Antanta tərəfdən müharibəyə qoşulmuşdu. Avropaya ordu göndərmir və Asiyada, uzaq şərqdə və Sakit Okeanda Alman mülklərini ələ keçirməklə məşğul olur. Həmçinin Çinin bəzi ərazilərini ələ keçirilir. 1917-ci il fevral Burja inqilabının baş verməsi, Rusiyanın 1-ci Dünya müharibəsindən çıxması. Bu fevral yox, oktyabr çevrilişi olsaydı bəlkə düz götürə bilərdik. Oktyabr çevrilişindən sonra hakimiyyətə gələn bolşeviklər Rusiyanı 1-ci Dünya müharibəsindən çıxartmışdılar. Osmanlı dövlətinin 1-ci Dünya müharibəsinə daxil olması, Dördlər İttifaqının yaranması. Bu Osmanlı dövlətinin yox, Bolqarıstanın daxil olması ilə yazılsaydı düz olardı. Doğru cavab 1, 3, B bəndi götürüləcək. Xürrəmlər hərəkatına aid olanları müəyyən edin. Əməvilərin ağır vergi siyasətinə qarşı baş vermişdi. Əməvilər yox, Abbasilər olmalı idi. Ona görə səhvdir. Çünki Əməvilər sülaləsi, Xürrəmlər başlayıb ilk dəfə 778-dən davam edibdi 837-yə qədər. Əməvilərin hakimiyyəti dövrü isə 750-də bitir, Abbasilərin dövrü isə 750-dən 1258-ə qədər olmuşdur. 9-cu əsrdə hərəkata Babək başçılıq etmişdir. Aid olanları soruşur bizdən. Bəli, Babək hakimiyyətə üsyana rəhbərlik edib 816-cı ildən 37-yə qədər, ölənə qədər. Deməli, bunu götürürük. Əmlak və sosial bərabərlik uğrunda mübarizə aparmışdır. Xürrəmlər, bəli, bərabərlik uğrunda mübarizə aparırlar. Həmədan döyüşlərində qələbə qazanmışdır. Birində qələbə qazanıbdır, o 830-dur. İkincidə isə burada qələbə qazanıb, 833-də isə ikinci Həmədan döyüşündə isə məğlub olubdur. Ona görə də bu səhv olacaq. Üsyanın mərkəzi Bərdə şəhəri olmuşdur. Bərdə yox, Bəz qalası olmalı idi. Bu da səhvdir. Doğru cavab 2, 3, B bəndi. 21-ci suala baxaq. Qubalı Fətəli xan və Şəki xanı Hacı Çələbi xanın fəaliyyəti üçün ortaq cəhət deyil. Qarabağ xanlığı ilə mübarizə aparmaları baş veribdir Qarabağdan. Fətəli xan 1780-81-ci illərdə uğursuz yürüş etmişdi. Hacı Çələbi xan da 1748-də Bayat savaşında uğursuzluqla nəticələnərək geri çəkilmişdi. Azərbaycanı birləşdirmə siyasəti yeritmələri.
Hər ikisi də birləşdirmə siyasəti yeridibdir. Bizdən deyili soruşur, diqqətli olmaq lazımdır. Azərbaycanın cənub xanlıqlarına yürüş etmələri yenə də hər ikisinə aiddir. Belə ki, Qubalı Fətəli xan 1784-cü ildə Ərdəbil və Meşkini ələ keçirmişdir. Şəki xanı isə 1748-ci ildə Təbrizə yürüş etsə də uğursuzluqla nəticələnmişdi. Şamaxı xanlığını tabe etmələri. Bu Qubalı Fətəli xana aiddir. 1767-də yarısını, 68-də isə tamamını ələ keçirmişdi, özünə tabe etmişdi. Amma Hacı Çələbi xanın 1755-ci ildə Şamaxıya yürüşü uğursuzluqla nəticələnmişdi. Bu ortaq cəhət deyil. Gürcü hakimləri ilə mübarizə aparmaları. Qubalı Fətəli xana qurulmuş ittifaqın tərkibində Şəki, Şamaxı və Qarabağ xanları da birlikdə Gürcüyə qarşı da mübarizə aparıbdı Qubalı Fətəli xan. Həmçinin Hacı Çələbi xan Qızılqaya xəyanətində bilirik ki, Gürcüləri məğlub etmişdi. 30 illik müharibənin nəticəsində bu müharibə 1618-48-ci illərdə Vestfaliya sülhü ilə başa çatmışdır. Almaniya Avropanın ən güclü dövlətinə çevrildi. Əksinə Almaniya daha da parçalanır, siyasi dağınıqlığı rəsmiləşir. Avropada Katolik kilsəsi əvvəlki qüdrətini bərpa etdi. Bununla bağlı elə bir məlumat yoxdur. Əksinə Katolik kilsəsinin zəiflədiyini, Papanın nüfuzunun itirilməsi qeyd olunur və bununla da dünyəvilik güclənməyə başlayır qeyd edə bilərik. İngiltərənin dəniz qüdrəti artdı. Bu müharibədə İngiltərə yox idi. Avropada Fransanın mövqeyi gücləndi. Bəli, İspaniyadan üstünlük keçir Fransanın əlinə. Doğru cavab D bəndi götürəcəyik. Osmanlı dövlətinə qarşı müqəddəs birlik yaranıb. Müqəddəs birlik 1684-də yaranıbdır. İlk dəfə olubdur müqəddəs birlik və yaxud müqəddəs ittifaq da deyə bilərik. O birisi də Viyana Konqresində Çar 1-ci Aleksandrın istəyi ilə yaradılmışdır. Nəysə. Deməli, bu da səhv olacaq, aidiyyatı yoxdur. Azərbaycan tarixinin 19-cu əsrin 70-ci illərinə aid olanları müəyyən edin. Yəni 1870-ci illərdə ilk neft emalı müəssisəsinin açılması 1859 Suraxanıda Rus kapitalistlər tərəfindən açılmışdı. Nobel qardaşları şirkətinin yaradılması 1879 aiddir. Kəndli islahatının həyata keçirilməsi bu dövrdə 1870-də olubdur. Bəylərin inzibati məhkəmə işlərindən uzaqlaşdırılması 1865 kənd cəmiyyətləri haqqında qanunla idi. İlk teatr binasının inşa edilməsi, ilk teatr 73 olsa da bina 1883-dədir. Bu da aid deyil. Doğru cavab 2-3. 24-də baxaq. 15-ci əsrdə Azərbaycan sosial-iqtisadi həyatına aid doğru fikirləri müəyyən edin. Yenə sosial-iqtisadi həyat. Soyurqalın vergi toxunulmazlığına malik olması. Soyurqal torpaq idi. Torpaq sahibinin vergi toxunulmazlığı var idi. Bu iqtisadi kimi götürə bilərik. 15-ci əsrdə Qaraqoyunlu Ağqoyunlu dövlətində də soyurqal mövcud olmuşdu. Vəqf torpaqlarının icarəyə verilməyə başlaması. Elə ərəblərin dövründə icarəyə verilə bilirdi. Vergilərin qaydaya salınması üçün tədbirlərin görülməsi. Söhbət Uzun Həsənin qanunnaməsindən gedir. Vergilərin qaydaya salınması üçün tədbir görmüşdü. Xidmətə görə Tiyul torpaqlarının verilməsi. Tiyul Səfəvilərə aiddir. 16-cı əsrdir. Kilsə və monastırlara məxsus torpaqlara vergi toxunulmazlığı hüququnun verilməsi də 15-ci əsrdə Qaraqoyunlu Ağqoyunlu dövlətində olmuşdur. 1-3-5 doğru cavab. 25. Xəritədə ulduzla fərqləndirilmiş ölkənin 19-cu əsr tarixinə aid olanları müəyyən edin.
Bura Fransa ərazisidir. Ulduz olan yer. Çinlə müharibələrdə qalib gəlmişdi. 19-cu əsr soruşur. Çinlə müharibədə 19-cu əsrdə, bəli, 1856-60-cı illərdə 2-ci Tiryək müharibəsində iştirak etmişdi. Qalib gəlmişdi. Həmçinin 1884-85-ci illərdə də qalib gəlmişdi Çinə. Taypinlər hərəkatın yatırılmasında iştirak etmişdi. Doğrudur. Böyük Britaniya ABŞ-la birlikdə 1850-64-cü illərdə olmuşdu bu hərəkat və yatırılmışdı. Osmanlı dövləti ilə müttəfiq olması. Burada 1853-56-cı illərdə Krım müharibəsini götürə bilərik. Krım müharibəsində Osmanlı dövlətinə dəstək vermişdi. Fransa, İngiltərə və Sardiniya. Bunu da götürürük. Sipahilər üsyanını yatırmışdır. Bu ingilislərə aiddir. Sipahilər üsyanı 1857-59-da Hindistanda olmuşdur. 7 illik müharibədə məğlub olmuşdur. 7 illik müharibə 1756-63-dür. Gördüyünüz kimi 18-ci əsr, bizdən isə 19-u soruşur. Bu da səhvdir. Cavab 1, 2, 3. Xronoloji ardıcılığı müəyyən edin. Məzdəkilər hərəkatının yatırılması 481-də başlayır, 529-da yatırılıb. Amid döyüşü 359. Atropatenanın Sasanilər dövlətinin tərkibinə qatılması 227. Aquen kilsə məclisinin çağırılması, bu da olacaq 488. Xronoloji ardıcıllıq 3, 2, 4, 1. 3, 2, 4, 1 olacaq. Düz. Uyğunluğu müəyyən edin. İbrahim ibn Mərzban, Heysam ibn Xalid, Fəzl ibn Məhəmməd. Məzyədlər sülaləsinin banisidir. Bu Yezid ibn Məzyəddir, heç birinə aid deyil. İdarə etdiyi dövlətin sonuncu hökmdarı olmuşdur. Bunlar içərisində Heysam ibn Xalid Şirvanşahların əsasını qoyur. Fəzl ibn Məhəmməd də Şəddadilər dövlətində ortada gələn hökmdarlardan biri olmuşdur. Yəni nə ilk, nə son. İbrahim ibn Mərzban isə Salarilər dövlətinin sonuncu hökmdarı olmuşdur. Bu B gedir 1-ə. Xəzərlərə qarşı mübarizə aparmışdır. Fəzl ibn Məhəmməd uğurlu mübarizə aparmışdır. Şah titulu qəbul edərək yeni dövlət yaratmışdır. Bayaq qeyd etdik, Şirvanşah. Şah Heysam ibn Xalid olacaq. Gəncənin məşhur qala qapılarını inşa etdirmişdir. Bu Əbləsvar Şavurun dövrüdür. Düşməyəcək, heç birinə aid deyil. B, C. Burada deməli 2 dənə C yazmışam. Xəzərlərlə mübarizə aparmışdı Fəzl ibn Məhəmməd. Şah titulu qəbul edərək burada D yazmalıyam. Düzəldi. B, D, C. Keçək. Mənbə sualı verilir. Mənbəni özünüz oxuya bilərsiniz. Mən əvvəl oxumuşam. Sualda deyir, mənbədə bəhs edilən işğalçı dövlətin yeni hərbi təxribatlara əl atmasının hansı tarixi hadisə ilə nəticələndiyini yazın. Biz burada tarixi görürük ki, bu çıxış 24 sentyabr 2020-ci ildə olmuşdur. Bundan sonraki hadisə isə 27 sentyabrda başlayan Vətən müharibəsi və yaxud buna 2-ci Qarabağ müharibəsi də deyirlər. 2-ci Qarabağ müharibəsi. Növbəti suala baxaq. 29-da. Bəhs edilən çıxışdan sonraki dövrdə Ermənistanın Azərbaycan xalqına qarşı törətdiyi mənbədə verilməyən cinayətlərdən ikisini yazın. Bu Ermənistanın Dağlıq Qarabağdakı qondarma rejimə yardım göstərməsi, onların terrorçuluq fəaliyyəti, digər bir səbəb
cinayəti isə dinc əhalinin yaşadığı Gəncə, Bərdə, Beyləqan, Tərtər kimi şəhərlərə raketlər, yəni qırğın silahları, kütləvi qırğın silahlarının atılması, raketlərin atılması. Bu iki səbəb bura gedə bilər. Mənbəyə əsasən silah satışı ilə məşğul olan ölkələrin, bu hansı ölkələr ola bilər? Başda Rusiyanın ola bilər, Fransanın nəzərdə tutur. Ermənistana silahları pulsuz verməkdə güddüyü məqsədlərdən ikisini yazın. Pulsuz verməkdə nə məqsəd ola biləcək? Birincisi, regionda öz gücünü, öz nüfuzunu artırmaq həmin dövlətin. Digəri, Azərbaycanı zəiflətmək, Ermənistanı gücləndirmək. Digər bir səbəb isə götürə bilərik, münaqişə vəziyyətini daha da uzatmaq. Bu qədər əziz dostlar, video siz üçün faydalı oldusa, bəyənib, paylaşıb, abunə deyilsinizsə abunə ola bilərsiniz. Sağ olun, növbəti izahlarda görüşərik.